görüş, amma qol vura bilmədi Avropa çempionatında bu futbolçu. Limberski topladı, mərkəzə doğru ötürür. Meydan sahiblərinin hücumları Gorjava. Cərmə meydançasına bir ötürmə. Burada indi topa geçmə mümkün olacaqmı? Yetişdi də və çox təhlükəli bir zərbə salındı burada Kolarjın. Şimdi bir daha izləyək. Şey isə Maksim Medvedevin yubanmasına, yəni mövqe səhvinə yol verməsindən sonra başladı. Medvedevin səhvi. Amma mənə belə gəldi. Havada ikən bir növ qövsvari hərəkətin çox azarkeşi olan klublardan biridir. Və bu gün də təxminən stadion mənə gəlir ki 80-90% artısa dolub. Almeyda bəli, komandamız hücumu başlayır. Çox təhlükəli bir hücum ola bilər. Mədətov topla arxasınca qaçır. Mahir Mədət topladı. Mahirin zərbəsi, amma yaxşı düşünmüşdü. Uzaq küncə top rəqib oyuncu. Yəni bunu artıq müdafiəçilər oxuyurdular ki, Mahir Mədətov nə edəcək? Fikir ver, çox elə bu dayanma ilə 90 dayandı, da baxdı. Yəni artıq müdafiəçi oxumuşdu. Bəlkə də geridə gələn oyunçu ötürmə versə ki, Avropadakı nümayəndələri idi və Dani Quintana qapı qarşısı ötürməsi. Reynaldonun başına zərbəsi Ardal meydanı. Sol Reynaldo indi sürəti hesabına və gözəl texnikası hesabına rəqibi çaş-baş saldı. Rəqibin cəmi meydançasına doğru yaxınlaşır. Qapı qarşısı ötürmə, amma Dani üçün və az öncə Elnurun dedikləri məsələ sözünə qüvvət. Həqiqətən də Reynaldo sürəti hesabına rəqib müdafiəçiləri keçmək. Ümid edək ki, bu taktik öz bəhrəsini verəcək. İndi müdafiədə az qala bir yaxşı qurtardı. Gol yaxşı. Kəsdi Kolarjın qabağına. Təpətə çıxma ehtimalı var idi. Hər şey yaxşı qurtardı. İndi bir daha izləyək. Fikir verin, hörmətli tamaşaçılar. Əhsən. Agolli burada çox kritik bir məqamda topa kimə göstərildi. Mahir Mədət, Varanika. Bunu dəqiqləşdirməyə çalışaq. Ötürmə gəlir qapı qarşısına və top qapıdan aralı keçir. Bir anlıq mən elə gəldi ki, top qapıdan keçdi. Mən də oldum. Yaxşı qurtardı. Növbəti gün zərbəsi olacaq. Çox təhlükəli idi. Diqqətli olmaq lazımdır belə epizodlarda. Bir daha izləyirik. Təkrarı Richard Almeida ilə Rəşad Sadov birgə sanki təhlükəni soğuşturmaya çalışırdılar. Hücum səhv davam edir. Matteo yenidən sağcana ötürdü. Matteo topu qəbul edir. Geri oynayır bir qədər. Matteo top gəlmədi. Richard Almeida irəliyə ötürmə verir və indi 2-2-yə gedirik. İmkan var. Reynaldo qaydanı pozmuşdu mu ya yox? Hakim qayda pozuntusu qeydə aldı. Təəssüf. Burada elə ki yeni transferlər olmadı. Victor Pilsen hücumu davam etdirir. Matteo Richard Almeida'dan keçə bildi canatta və indi Rəşad Sadov. Qayda pozulmuşdu mu? Yox, top meydana çıxır bu. Reynaldo topu Miçel'e ötürdü. Miçel. Bilədir 11-ci yerdə. Türkiye çempionatı Çexi 13-cü yerdir. Victor Pilsen klubun futbolçuları topa nəzarət edirlər. Hücum təhlükəli alına bilər. Miçel topu ala bilmədi və David Hüseynov da səhvi o verdi. Hücum sədam edir. Qapıya zərbə və top aralı geçir. Top qapıdan aralı geçir. Bu Zürich idi. Zürich Avropa çempionatı da bu cür imkanlara. Mövsüm Çexiya çempionatının ikinci bombardir. 16 gol vurubdu. Ən məsular oyunçu isə Sparta Praqadan David Lafata olub. Lafatadan yalnız geri qalıb. Yəni burada Maksim Medvedevin olduğu cinahdan rəqibin hücumlarının sayı daha çoxdur. Yəni, təbii ki, Pivanikdə Victor Pilsen'in baş məşqçisi də Qarabağı yaxşı təhlil edib. Qarabağın Düdelanşla səfər maçını da izləyiblər. Hansı nöqtələrin zəif olduğunu çox yaxşı bilirlər. İndi yenidən sol cinahdan Victor Pilsen hücumu qapı qarşısına ötürmə. Angoli topu çıxartdı ancaq hücum davam edəcək. Qapıya zərbə top qapının üstünə keçir. Bəli, burada indi hücum, qapı qarşısına göndərilən top və top toru çöldən silkələdi Aleş Mateo'nun ötürməsindən sonra. 20'də zərbə. Meydan sahibləri yerinə yetirir. Qapı qarşısı ötürmə və son anda Qara topu dirəyin yanından geri qaytara bildi. Şeyç də çıxışlar. Boş qapıdan çıxardı topu. Yəni görünən bu idi. İləri göndərir topu burada futbolçularımızdan. Qayda pozulur. Muharrem idi ona qarşı çoxluq edilmişdi. Reynaldo indi topladı. Reynaldo görək fərdi bacarısını əsl ediləcəm. Reynaldonun ötürməsi Muharrem topladı. Davam edir, oyundan kənar vəziyyəti yoxdur və Rəşad Sadıqovdan top meydan tərk etdi və bu da son. Oyun yekunlaşır.